bizneslərə dəstək ola bilər. O istiqamətlərdən biraz danışaq ki, yəni misal üçün müştəri münasibətlərini götürək, ya da maliyyə Bəli. axtarıcılar. Daha böyük risk, daha böyük risk hesab edir. Və biz onu öyrətməyəcək, o savadsız bizdə qalıb işləyəcək. Bana bilər bir müştərinin Fasilələr var, çay Bəli. fasiləsi. Bizim çay sistemimizdə fasiləsi tamamilə nar doğrudur. fasiləsi. Gizli alıcı xidmətilər. Deməli, gizli alıcılar təyin elədik, onlara deməli, tapşırıq verdik. İlk növbədə qeyd eləmək istəyirəm ki, biznes proseslərin optimallaşdırması, avtomatlaşdırması, xəritələnməsi bunun bir sifarişçisi olmalıdır şirkətdə. Siz bütün proseslər, biznes proseslər sizinlə bağlıdırsa sahibkar kimi. Siz o biznesin sahibi deyilsiniz, siz o biznesin işçisiniz. Başladıq inşallah. Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Biz bugün yenə də sizin görüşünüzdəyik. Prospect Cloud ERP-nin dəstəyi ilə Business Talks rubrikası davam edir. Ənənəvi olaraq həm söhbətim hörmətli İlkin Qarayevdir. Artıq siz İlkin müəllimi tanıyırsınız. Sahibkar, investor, biznes konsultant. Hər vaxtınız xeyir İlkin müəllim. Necəsiz? Hoş gördük. Sizi də salamlayıram Emin bəy və izləyicilərimizi də salamlayıram. Bizim silsiləvi görüşlərimiz davam edir. Söz verdiyimiz kimi bugün də biz maraqlı bir mövzu ilə sahibkarların qarşısındayıq. Bizim görüşlər əsasən kiçik orta biznes sahiblərinə, idarəçilərinə və eyni zamanda startup deməli düşünən, icra edən, həyata keçirən gənclər üçündür. Biznesin 360 dərəcəsi müzakirə olunur. Bugünkü görüşümüz artıq biznes proseslərdən olacaq. Əvvəlki görüşlərdə biz biznesdə ideya, biznes plan və ilk 12 ayda necə biznesi ayaqda saxlamaq lazımdır mövzularına toxunduq. Düşünürəm ki, çox dərin və ətraflı mövzular oldu, faydalı mövzular oldu. Bugün də həmin mövzuların davamı olaraq artıq işə başlanmış, artıq mövcud olan bizneslərdə biznes proseslərinin qurulmasıdır. Sahibkarların, necə deyərlər, xoşlamadığı kiçik orta biznesdə önəm vermədiyi bəzən bir məsələdir. Və bu barədə biz İlkin müəllimlə deməli bu mövzunu açarıq, müzakirə edərik və həmişəki kimi faydalı olmaq ümidi ilə bu işə başlayırıq. İlkin müəllim, biznes proseslər ümumiyyətlə nədir? O nə məsələdir ki, sahibkarlar xüsusən də kiçik orta biznesdə ona çox da önəm vermirlər. Onun tərifi, klassik tərifi nədir? Biznes proses ümumiyyətlə nə üçündür? Bu barədə zəhmət olmasa giriş sözdə siz məlumat verərdiniz. Əlbəttə, çox sağ olun Emin bəy. Siz də çox gözəl bilirsiniz ki, biznes proseslər biznesin təməlini düzgün qoymaq üçün vacib bir amildir və o, necə deyərlər, tərif kimi onu desək, biznes proseslər biznesdə müəyyən məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqəli olan, bir-birini tamamlayan fəaliyyətlərin ardıcıllığıdır. Təkrarlanan və bir-birini tamamlayan fəaliyyətlərin ardıcıllığı da əgər tərif kimi desək, amma hər bir iş bir prosesdir, belə deyək, və bunun bir başlanğıc nöqtəsi var və bir son nöqtəsi var. Yəni, müştəriyə hər hansı bir xidmətin və yaxud məhsulun satılması prosesi özü müxtəlif mərhələlərdən ibarətdir və bir-biri ilə əlaqəlidir. Sadəcə olaraq bizneslər genişləndikcə, mürəkkəbləşdikcə bu proseslərin artıq, belə deyək, təkrarlanması onların hansısa bir formada, yazılı bir formada olmasını və avtomatlaşdırmasını zəruri edir. Bir çox bizneslər bundan əziyyət çəkirlər və biz özümüz də bu proseslərdən keçmişik, bu əziyyətləri görmüşük, bu itkiləri görmüşük. Həm özümüz, öz təcrübəmizdə, həm başqa
məsləhət xidmətləri göstərdiyimiz şirkətlərin təcrübəsində və biznes proseslərin düzgün idarə olunması şirkətin gəlirliyini təmin etməyə, mənfəətliyini təmin etməyə, xərcləri azaltmağa və komandanın iştirakını tam formada təmin etməyə dəstək verən, kömək edən Bəli, bir mexanizmdir. bəli, çox yaxşı bir nöqtəyə toxundunuz. Onu mən xüsusi altında bir xətt çəkmək istəyirəm ki, bizim izləyicilər ona diqqət etsinlər. Biznes proseslər təkrarlanan, təkrarlanan proseslərdir. Misal üçün mən gedib biznesi qeydiyyatdan keçirəm, sonra biznes prosesə ehtiyac yoxdur. O bir dəfə olacaq, iki dəfə olacaq maksimum uzaq başı. Amma o şey ki təkrarlanır, davamlı şəkildə olursa, biz mütləq şəkildə onu biznes proses kimi görməliyik və onun deməli axınını tam dəqiq şəkildə müəyyənləşdirməliyik ki, bizim komanda bilsin ki, bu işin siz dediyiniz kimi müəyyən hədəfə çatması üçün bu axınlara riayət olunmalıdır. Doğru, çox doğru qeyddir və qənaətlərdən də danışdınız. Pul qənaət etmək olar, xərcləri azaltmaq olar dediyiniz kimi və bir də orada zaman məsələsi də önəmlidir ki, biznes proseslər ciddi şəkildə düzgün təsbit olunduğunda zaman qənaətinə səbəb olur. Növbəti sualım elə birbaşa bizneslərin özlərinə, yəni mövcud bizneslərin özlərinə aiddir ki, biz də xitab etdiyimiz ünvan kiçik orta biznesdir və yaxud yeni başlayan şirkətlərdir. İlk o 12 ayda və yaxud ilk illərdə, ilk dövrdə ümumiyyətlə biznes prosesləri sənədləşdirmək üçün start etdiyimiz bir dönəmdə hansı istiqamətlərə ilk növbədə biz diqqət ayırmalıyıq? Yəni ən vacib istiqamətlər hansıdır ki, ən vacib istiqamətləri biz artıq biznes proseslərə köçürə bilək. Biznes prosesləri kimi onları adlandıra bilək və onları əməkdaşlarımız üçün deməli bir sənəd kimi ortaya qoya bilək. Hansı istiqamətləri siz tövsiyə edərdiniz ilk növbədə İlkin müəllim? Emin müəllim, siz də çox gözəl bilirsiniz ki, hər bir biznesdə bir əsas proseslər var və köməkçi, dəstəkləyici proseslər var. Ana proseslər, bəli. Bəli, ən azından bu əsas proseslərin yazılması, yazılı formada olması çox vacibdir. Çünki düzdür, ola bilər ki, əgər siz tamamilə kiçik bir biznesinizsə, sizdə təkrarlanan proseslər olmursa, bu halda bu yazılı formada olmasa da idarə etmək olur. Amma siz artıq işçilərinizin sayı 10 nəfərdən yuxarıdır, biznes prosesləriniz təkrarlanırsa, mütləq əsas prosesləri ən azından sahibkar özü üçün bir yazılı formaya köçürtməlidir ki, yəni başa düşmək lazımdır ki, biz nəyi necə edirik, mən nəyi necə edəcəm. Yalnız bunu yazılı formada olanda biznes proseslər o zaman onların optimallaşdırması üzərində düşünmək olur. Əks təqdirdə onu beyində eləmək çox çətin olur. Xüsusilə də əgər bu biznes proseslər biraz mürəkkəbləşirsə, proseslər daha uzun belə deyək, yol keçirsə, qət edirsə, o zaman əlbəttə ki, bunu yazılı şəkildə ifadə eləmək, xəritələndirmək mən hesab edirəm ki, vacibdir. Çünki biznesin təməlində, keçən görüşlərimizdə də qeyd elədiyimiz kimi, biznesin təməlində bunu eləmək sahibkara gələcəkdə o təməl qoyduğu fundamentin üzərində daha böyük işlər, xüsusilə də biznesini miqyaslandırmaq baxımından, yəni fəaliyyətləri daha səmərəli şəkildə həyata keçirməyə kömək edir. İstiqamət olaraq nədən başlasalar yaxşıdır? İndi bizim ötən görüşdə də biz 12 ay ərzində, ilk 12 ayda nəyə diqqət etməliyik mövzusuna bir əlaqəsi var. Satış, sifariş biz bilirik ki, ilk 12 ayda danışdığımız kimi ötən görüşdə çox vacib məsələdir, pul axını təmin edir də. Satış prosesinin, sifarişlərin qəbulu ilə bağlı biznes proseslər məncə ilk növbədə ondan başlasalar daha əlverişli olacaq. Yəni sifarişlər necə emal olmalıdır? Bu barədə danışa bilərik. Əlbəttə təchizat zənciri də bura aiddir ki, biz ümumiyyətlə hansı kriteriyadə təchizatçıları seçirik? Qiymətlər necə müqayisə olmalıdır? Sonra təchizatçıların məhsulları bizim müştərilər tərəfindən deməli necə qarşılanır? O feedbacklər əsasında təchizatçını necə
istiqamətləndirməli və yoxsa yeni təzyiqatçılara keçməli. Və bu istiqamətlərdə maliyyə axınları misal üçün siz çox yaxşı bilirsiniz ki, pərakəndə biznesdə şəbəkələşmə istiqamətində böyük fəaliyyətiniz olub. Pul axının özünün biznes proseslərinin yazılması. Yəni hansı nöqtədə, hansı formatda pul qəbul etmək lazım, pulların sayımı necə baş verməlidir, onları ötürmək necə olmalıdır? Və bu istiqamətdə olan təcrübədə sizdə hansı məsələlər belə daha çox belə bizneslərə dəstək ola bilər? O istiqamətlərdən biraz danışaq ki, yəni misal üçün müştəri münasibətlərini götürək, və yaxud maliyyə Bəli, axını. bəli. Bir misalda bu axını bizim izləyicilərə belə aydın şəkildə Hı hı, deməli, göstərmək üçün hı zəhmət hı. olmasa təcrübədən bir misal çəkərdiniz. Misallar əlbəttə çəkə bilərik. Çox sadə misaldan başlayaq. Tutalım ki, mən hər hansı bir məhsulun çatdırılması ilə, satışı ilə məşğul oluram. Hı hı, Deməli, proses indi əsas proseslərdən biri nədir? Satış prosesidir. Müştəridən sifarişin daxil olması. Bu prosesin başlanğıcıdır. hı hı, Bundan sonra hansı addımlar olacaq? Sifarişi kim qəbul eləyəcək? O onu hara ötürəcək? Ambarda həmin məhsulun olub-olmamasını kim yoxlayacaq? Sifarişi kim sənədləşdirəcək? Çatdırılmanı kim həyata keçirəcək? Və nəhayət müştəriyə məhsulun çatdırılması və pulun ödənişi. Bu da artıq həmin bu prosesin çıxış nöqtəsidir. Yəni bir giriş nöqtəsi sifariş idi, müştəriyə məhsulun çatdırılması çıxış nöqtəsidir. Bu addımlar ortada hansı proseslər gedəcək? Bunlar üzərində sahibkar düşünməlidir ki, bunu necə eləyəcəm və nə qədər müddət tələb olunacaq? Çünki misal üçün deyək də, əgər siz kafe restoran işlədirsinizsə, müştəriniz gəldi sizin kafeyə, sifariş elədi və onun yeməyi çatdırıldı və ödənişi ödənildi. Bu deməli arada təbii ki, müəyyən proseslər gedir. Yəni sifarişi kim qəbul elədi, onu mətbəxə kim ötürdü, mətbəxdə bu prosesin sahibi kimdir, onu kim icra etməyə məsul şəxsdir və əgər bu proses özü özlüyündə, yəni çox sadədir əslində, amma müştəri 10 dəqiqədən artıq yeməyi gözləyirsə, indi baxır bu kafedir, yoxsa restorandır. Restoranda yarım saat da 40 dəqiqə də gözləyə bilər. Amma kafenin özünün belə deyək də, bu fast food dediyimiz sahədə onun özünün tələbləri var ki, daha qısa müddətdə deməli, baş verməlidir. Əgər siz bu müddətə riayət edə bilmirsinizsə, təbii ki, müştəri məmnunluğundan burada söhbət gedə bilməz. Müştəri, yəni, əgər tez gəlib biznes lunch yeyib getmək istəyirsə və siz buna yeməyi yarım saata gətirəcəksinizsə, əlbəttə ki, o müştəri narazı qalacaq. Ona görə də bu prosesdə əlbəttə ki, həm vaxt baxımından, həm də axım baxımından elə düzgün qurulmalıdır ki, yəni mətbəxdə problemlər yaşanmasın. Hətta bəzən biznes prosesləri quranda o contingency plan dediyimiz B planlarını da nəzərə almaq lazımdır ki, tutalım ki, plan, nə bilim, qaz olmadı. Qaz birdən-birə kəsildi. Tutalım, nə bilim, kassa çeki işləmədi, işıq kəsildi və s. kimi məsələlərdə, yəni bu biznes proseslər yazılanda bu artıq sahibkara imkan verir ki, bu haqda da düşünsün və prosesi aydın özü üçün təsəvvür eləsin. hı hı. Elədir. Sizin dediyinizdə yenə də mən bəzi nüansları belə qabartmaq istəyirəm. Yəni məsul şəxs dediniz. İzləyicilərə buradan deməli məlumat olsun deyə hər bir biznes prosesinin bir məsul şəxsi olmalıdır. Əks Sahibi də halda deyirlər bəzən ki, sahibi, bu bəli, biznes prosesinin sahibi sahibi. olmalıdır. Owner, ingilis dilində owner deyirlər, bəli, Bəli, sahibidir. Sahibi odur ki, yəni biznes prosesinin icrası ilə bağlı, biznes proses nəticəyə çatdı, çatmadı, onunla bağlı kimdən soruşarıq? Sorğulu şəxs kimdir? Məsul şəxs kimdir? tamam elə. Məhz belə olduğu halda biznes proseslər keyfiyyətli icra olunur və kiçik orta bizneslərdə məhz məsul şəxslə bağlı biz dəfələrlə rastlaşmışıq. Həm özümüz o dönəmdə biznes quranda o səhvləri edirdik, həm də ki indi xidmət göstərdiyimiz şirkətlərdə də görürük ki, e,
Kim görsə filan məsələ olanda o işi görsün. Yəni kim görsə onu etsin. Yəni belə bir anlayış var ki, sən Bəli, edərsən yox, kimə yaxın oldu, kim onu görsə, kim onunla qarşılaşsa, bu məsələlər biznes proseslərə böyük xələl gətirən bir məsələdir. Misal üçün götürək elementar olaraq ən sadə biznes prosesi səhər tezdən mağazanın qapısını açmaq. Bu biznes prosesdir. Nəyə görə bəli, biznes prosesdir? Ona görə ki, bunun bir nəticəsi var. Səhər vaxtında qapı açılmalıdır ki, müştərilər narazı olmadan içəriyə vaxtında daxil ola bilsin. Digər əməkdaşlar da o cümlədən də vaxtında işdə ola bilsin. E, və biz əgər burada biz bir biznes proses, həm də burada təkrarlıq var, yeri gəlmişkən təkrarlıq da biznes bəli. prosesi olmasına bir işarədir ki, bu hər gün təkrarlanan bir məsələdir. Həm də bir zaman var, filan vaxtda bu açılmalıdır. Əgər biz mağazanın 10 əməkdaşına desək ki, kim tez gəlsə qapını açsın, Hı, çox güman ki, qapı həmişə yubanacaq. bəli, tamamilə Ona doğrudur. görə də Eyni məhsul zamanda şəxs çox önəmli məsələdir. Bəli. çox doğru qeyd elədiniz. Bir məsələni də vurğulamaq istəyirəm, əlaqəlilik məsələsi. Tutalım ki, mən gəldim, mən satıcıyam, gəldim, bu məsul şəxs oldum mən, yəni bu biznes prosesinin sahibi mənəm, hər gün mən gəlib açıram, amma digər əməkdaşlar işə gəlməyib, vaxtında gəlməyib. Müştəri girir içəri, mən satış edirəm, amma kassa işləmir ki, müştəri pulunu ödəsin. Yəni Bəli. əlaqəlilik baxımından o tam əhatə eləməlidir ki, müştəridən həmin prosesi girişindən çıxışına qədər idarə eləmək mümkün olsun. Bəli. Yəni Burada bunu da qeyd eləmək burada istəyirəm. bəli çox doğru nöqtəyə toxundunuz ki, biznes proseslər müstəqil şəkildə ola bilməzlər. Olsa da çox balaca bir prosesləri əhatə edir, amma ümumiyyətlə götürəndə onlar hamısı bir-birindən əlaqəli şəkildə çalışır. Hı hı. Mən və bu ayrı-ayrı biznes proseslər də ola bilər, İlkin müəllim. Ayrı-ayrı müstəqil biznes proseslərin ortaq bir nöqtələri ola bilər ya da bir biznes proses ola bilər ki, müxtəlif mərhələlərdən ibarət ola bilər. Və Tamamilə doğru. burada çox vacib bir nüans var ki, biz bir biznes prosesi nəyə görə biz mərhələyə bölürük? Bu çox önəmli bir məsələdir və biz tövsiyə edirik ki, bizim kiçik orta biznes sahibləri də biznes prosesləri dəqiq mərhələlərə bölsün. Mərhələ nədir? Yəni bir prosesin qismən yekunlaşması deməkdir. Digərə keçid üçün bir zəmin yaradır. Layihə idarə etməsində milestone da ola bilər, buna demək olar və digər adlarla vermək olur. Amma hər halda siz bilməlisiniz ki, birinin bitməsi digərinin başlamasına səbəb olan prosesləri mərhələyə bölmək lazım. Mərhələ bölmənin üstünlükləri nədir? Üstünlüyü birinci odur ki, biz hər mərhələni ayrıca dəyərləndirə bilirik. Müstəqil şəkildə elə. Hər mərhələyə ayrıca KPI-lər təyin edə bilirik. İndi o mövzuya toxunacağıq inşallah Hı. KPI-lər mövzusuna və hər mərhələnin alt məhsul şəxslərini təyin edə bilirik. Bəli, ümumi məhsul şəxs var, amma onun da tabiçiliyində alt məhsul şəxslər var. Biz deməli nəticəni ölçəndə, uyğunsuzluğu görəndə o hissəli deməli mərhələlər ki var, hər birini təhlil etmək şansı bizdə yaranır. İndi KPI-lər mövzusuna keçməmişdən qabaq bizim bir təcrübə var, onu bölüşmək istəyirəm. Siz dediniz, yadıma düşdü. Biz deməli 2008-ci ildə Planet olaraq deməli ilk dəfə ölkədə yüz xidmətini avtomatlaşdırdıq. Çox möhtəşəm bir layihə idi və ona Hansı belə xidməti? 103 xidməti, Hə, təcili tibbi 100 yardım. xidmət. Bəli, bəli, Bugünə bəli. qədər də bizim sistem orada çalışır. Artıq 16-17 ildir. E, biz deməli biznes prosesləri necə gözəl şəkildə təsbit olunmalıdır? O təcili yardımın misalında biz dəqiq görürük. Hesabatlıqlar elə qurulmalı idi ki, deməli zəng e, neçədə daxil oldu? Sistemdə öz əksini tapır, saat neçədə? Zəngi operator saat neçədə, neçə saniyə qəbul etdi? O ayrıca bir biznes prosesi idi, orada danışıq skriptləri vardı. Operator zəngi qəbul edəndən sonra onu dispetçerə ötürülməlidir ki, icra üçün. O artıq dispetçerə göndərmə müddəti, dispetçerin qəbul etmə müddəti, bunlar hamısı ayrı-ayrı bir intervallardır və orada KPI-lər vardı ki, neçə dəqiqəyə bu göndərməlidir, neçə dəqiqə ya da saniyə bu qəbul etməlidir. Dispetçer emal etdikdən sonra onu təcili yardım ambulans maşınına göndərməlidir. Ambulans maşını hansı müddətdən sonra onu qəbul etməli idi? Onun bir KPI vardı ki, ondan gec olmaz. İnsan faktoru var orada. Və qəbul etdikdən sonra ünvana istiqamətləndirmə vaxtı düşürdü. Ünvana çatma vaxtı düşürdü.
ünvana çatandan sonra xəstə ilə olan keçirdiyi vaxt o qeydə alınırdı və ünvandan çıxma tarixi düşürdü. Bir balaca zəngdə harca 7-8 bir şey vardı, mərhələ vardı. Və hər mərhələndə alt məhsul şəxsləri vardı. Evet. Dispatcher, ambulans vardı, orada operator vardı vesaire vesaire. Ona göre de eğer biz biznesimizde bütün prosesləri elə qursaq, siz dediyiniz kimi o sifariş mərhələsini də belə bölsə, alt mərhələ bölsə və onlara KPI-lar təyin etsə, sözsüz ki, onu ölçmək kimi bir imkanlarımız yarar. Bu mövzuda istərdim danışaq. Ümumiyyətlə biz proseslər necə rəqəmsallaşmalıdır? KPI-lar necə təyin olmalıdır? Ümumiyyətlə KPI-lar bizə nə verir? Kimi məsələləri də qısa olsa da bir o barədə danışaq. Sonra növbəti suallarımıza keçərik. Tamamilə doğru qeyd elədiniz. Çox maraqlıdır. Sizin o təcrübəniz də kifayət qədər mürəkkəb bir prosesi belə deyək də sistemləşdirməkdən gedir söhbət. Üzüc xidməti özü kifayət qədər çətin və vaxt tələb eləyən, yəni vaxt məhdudiyyəti olan belə deyək bir sahədir. Əlbəttə ki, bunların sistemləşdirilməsi, avtomatlaşdırılması vacibdir. Nəyə görə? Çünki bu KPI-lar dediyimiz məsələlər müştəri məmnunluğuna, şirkətin imicinə, satışlarına və ümumiyyətlə mövcudluğuna birbaşa təsir edən amillərdir. Yəni, yenə də qayıdıram o misallara ki, sifarişin müştəriyə çatdırılması, və yaxud da müştərinin tutalım ki, nə bilim, xalça yuma xidməti, bu gəlib nə vaxt müştəridən sifarişi qəbul elədi, nə vaxt götürdü, nə vaxt yudu, nə vaxt çatdırdı, pulunu aldı. Yəni bu proses mütləq avtomatlaşmalıdır, sistemləşməlidir və burada bir KPI-lar müəyyən olmalıdır ki, əks təqdirdə biz bu və ya digər işçinin yaxşı ya pis işlədiyini, işinə məsuliyyətli, məsuliyyətsiz yanaşdığını, müştərinin məmnunluğuna təsir edən amilləri ölçə bilməyəcəyik. Yəni, sadəcə, məsələn, bizdə bir sizin də bildiyiniz və sizin xidmətinizdən də istifadə elədiyimiz bir call center, çağrı mərkəzi var idi. Yəni, burada da bu metrikləri, bu KPI-ları mütləq qoyurduq ki, bir işçi, tutalım, iş günü ərzində neçə dəqiqə aralana bilər, neçə dəfə aralana bilər, bir müştəri Fasilələr vardı. Çay bəli, fasiləsi. Bizim çay sistemimizdə fasiləsi tamamilə nar doğrudur. fasiləsi. Ondan sonra müştərinin xəttə gözləmə müddəti KPI-dir, göstəricidir. Bunlara mütləq baxmaq lazımdır. Əks təqdirdə, əgər hərə öz işindədirsə, birdən-birə 3 nəfər durur, gedir çay içməyə, cəmisi 4 operatorumuz var. Müştəri də zəng vurur 10 nəfər və bir-birinin ardınca hamısı gözləyirlər, 10 dəqiqə xəttə gözləmə. Yəni, bu da son nəticədə ya müştərinin itirilməsinə, ya bu satışla bağlı zənglərdirsə, eyni zamanda müştərinin, əgər o, belə deyək də, müştəri hansısa xidməti əldə edib, indi məlumat almaq istəyir, onun narazılığına və narazı müştərinin sayının artmasına təsir edir. Ona görə də bu göstəricilər, bu metriklər, dediyimiz KPI-lar, yəni əsas effektivlik göstəriciləri müəyyən olmalıdır ki, həm işçilər onu bilsin, həm bu prosesin sahibi, rəhbəri kifayət qədər məlumatlı olsun və özünün məsuliyyətini düzgün başa düşsün, anlasın. Doğrudur. Elədir. Burada bir məsələ də var. Onu da deməli qeyd edək ki, biznes prosesləri bəzən müstəqil şəkildə yazırlar və insan resursları mütəxəssislərin burada böyük bir rolu var. Əgər kiçik şirkətsə, əlbəttə insan resursları mütəxəssisi, sahibkar bəzən özü olur. Vəzifə təlimatı, vəzifə öhdəliklərlə mütləq şəkildə biznes prosesləri uyğunlaşdırma məsələsinə burada xüsusi diqqət ayırmaq lazımdır. Siz orada qeyd etdiniz ki, əgər 3 operator varsa, 3 operator onlar üçü də eyni vaxtda nar fasiləsinə ayrıla bilməz. O biznes prosesdə göstərilməlidir və eyni zamanda bu əlaqələndirilməlidir vəzifə təlimatı ilə, əməkdaşın iş öhdəliklərindən ki, artıq onun iş öhdəliklərində həmin o biznes proseslərə istinad olmalıdır.
Bunları Tamam. müstəqil şəkildə biz baxsaq, əməkdaş biznes prosesləri özünə bir yük kimi bilər. Bilməlidir ki, biznes proseslər məhz onun vəzifə ötəriliklərinin tərkib hissəsidir. Yəni vəzifə ötərilikləri məhz o biznes proseslərin keyfiyyətli icrasına xidmət edir. O məsələlər orada. Ona görə də buradan da bir tövsiyə də ondan ibarətdir ki, vəzifə ötərilikləri də mütləq qeyd ediniz və biznes proseslərlə paralel bu işləri görürüz ki, vəzifə ötəriliklərində ora bir link olaraq, bir necə deyərlər, bir istinad olaraq orada qeyd olsun ki, X sayılı biznes prosesin əsasında falan işləri görməlisən. Artıq bu korporativləşmə e, anlamına gəlir və düşünürəm ki, sahibkarlar vəzifə ötərilikləri ki, sən işə dəvət edirəm, bu işləri görərsən, bir də qıraqda kənarda biznes proseslər var, onlarla da məşğul olarsan, yox. Bunu bir vahid bir deməli tandem kimi baxmalıdır məsələlər. Vəzifə ötərilikləri və istinad olunmuş biznes prosesləri. Onda işin keyfiyyəti, ötəriliklərin dəqiq və düzgün anlaması baş verir. Və əlbəttə ki, biznes proseslərinin keyfiyyəti icrasına da birbaşa təsir göstərən amillərdir. Mən növbəti sualı vermək istəyirəm. Deməli, növbəti sual ondan ibarətdir ki, İlkin müəllim, vəzifə təlimatlarından danışdıq, biznes proseslərindən əlaqəli şəkildə danışdıq. Biznes özü zamanla inkişaf edir, böyüyür, genişlənir. Münasibətlər müştərilərlə dəyişir, təchizatçılarla münasibətlər dinamik şəkildə dəyişir. Bəzən sahibkarlar düşünürlər ki, əgər mən müəyyən istiqamət üzrə bir təlimat verdim, yəni biznes prosesləri yazdım və bununla da işlər bitir. Əməkdaş özü öz işinə baxmalıdır və bu e, vəzifə təlimatına və ya biznes proseslərinə korreksiya etməlidir. Bu kökündən yanlış bir məsələdir ki, ona görə ki, adətən biz yaxşı bildiyimiz bir şeyi dəyişməyi xoşlamırıq. Yeni bir sahaya keçmək, yeni bir işi də özümüzə cəlb etmək üçün əməkdaşlarda belə bir tənbəllik prosesi var. Bu beynimizin bir xüsusiyyətidir də, əlavə öhdəlikdən qaçmaq kimi konfor zonasına çıxmamaq. Deməli, burada birbaşa öhdəlik və məsuliyyət düşür biznes prosesləri tərtib edən şəxs. Kiçik orta biznesdə əlbəttə ki, birmənalı şəkildə sahibkar özüdür. Ona görə ki, orada belə şöbələr yoxdur ki, biznes prosesləri tərtib etsin, hazırlasın. Və bu yerdə biznes prosesləri davamlı şəkildə yaxşılaşdırma lazımdır mövzusuna giririk. Optimallaşdırılmalıdır. Biznes proseslər necə optimallaşdırır? Hansı meyarlar, hansı kriteriyalar, hansı metodlarla optimallaşdırır? Nəyin əsasında optimallaşdırır? Feedbacklər mi gəlir, təhlillər mi olur? Bu barədə zəhmət olmasa və bunların vacibliyi, yəni optimallaşdırmanın vacibliyi haqqında izləyicilərimizə məlumat verək, zəhmət olmasın. Çox sağ olun suala görə Emin bəy. Birinci növbədə qeyd eləmək istəyirəm ki, biznes proseslərin optimallaşdırılması və biznes proseslərin avtomatlaşdırılması. Bunlar ayrı-ayrı məsələlərdir. Yəni, tutalım ki, əgər sahibkar yeni başlayıbsa, burada daha asandır bu məsələni həll eləmək. Amma artıq kifayət qədər böyümüş bir biznesdirsə, yəni bəzən olur ki, belə bizneslər də müraciət edir ki, biz istəyirik ki, həm biznes proseslərimizi avtomatlaşdıraq, həm də optimallaşdıraq. Yəni, burada tövsiyə ondan ibarətdir ki, ilk növbədə bu biznes proseslər yazılı surətdə olmalıdır. Ondan sonra onun optimallaşdırması üzərində düşünülməlidir və sonradan optimallaşdırılmış biznes prosesləri avtomatlaşdırmaq daha düzgündür. Yəni, əks təqdirdə avtomatlaşdırdıqdan sonra optimallaşdırma eləmək o biznes proseslərdəki dəyişikliklər və avtomatlaşdırmada dəyişikliklərə gətirib çıxaracaq. Bunu qeyd eləmək istəyirdim, amma optimallaşdırma nəyə görə vacibdir? Yəni, əvvəl biznes prosesin özü birinci o qeyd elədiyiniz məsələ müqavimət məsələsi. Yəni, artıq mövcud olan biznesdə bəzən işçilər, əməkdaşlar müqavimət göstərirlər. Hansısa bir biznes prosesin yazılmasına mı, onun dəqiq göstərilməsinə mi? Təbiidir ki, bu insana xas xüsusiyyətdir. Yəni, insan öz konfort zonasından çıxmaq istəmir. İndiyə qədər işlədiyi formada onu qane eləyir ki, proseslər ondan asılı olsun, o əvəz olunmaz bir şəxs olsun. Yəni, bunlarla təbiidir ki, biznesdə rastlaşırıq. Hətta mən böyük bir biznesdə çalışarkən
bu məsələ ilə bağlı deməli bütün şöbə müdirlərinə demişdim ki, siz öz şöbənizin əsasnaməsini yazmalısınız. Bir də əsas prosesləri sözlə təsvir eləməlisiniz. IT şöbəsinin müdiri gəldi mənə dedi ki, müəllim, mən IT işçisiyəm. Mən belə şeylər yaza bilmirəm. Yəni yazmaq mənim işim deyil. Mənim işim IT-dir, dəmirdir, kompüterdir, nə bilim, kabeldir. Dedim ki, bəli, əgər sən IT mütəxəssissənsə, yazmaq sənin işin deyil. Amma sən IT şöbəsinin müdürüsənsə, menecersənsə artıq, sən bunu İdarəçisi. yazmalısan. Ya da deməlisən ki, məndən menecer olmaz. Sənin yerinə bu işləri görə bilən başqa bir meneceri gətirməli. Çünki sən menecer olaraq bütün prosesə cavabdehsən. Və ona bəzi tövsiyələr verdim, yolunu göstərdim. Həm o, belə deyək, təhlükə, həm də o dosyana istiqamət verdim ki, sən mütəxəssissən, sən burada internetdə hər bir şey var da. Sən götür öz proseslərini, hansısa bir şablonu, ondan sonra götür ki, sizdə necədir, fərqlidirmi? Sizdə fərqlidirsə o prosesləri yazını özünə uyğun dəyişdir. İnanın ki, bütün şöbələrdən qabaq IT şöbəsi elədi, gətirdi. Yəni, o nöqteyi nəzərdən burada menecerə, sahibkara səbir lazımdır, sahibkara düzgün ünsiyyət qurmaq lazımdır, dil tapmaq lazımdır, inandırmaq lazımdır ki, əməkdaşlara bu bizim işimiz üçün vacibdir. Çünki əməkdaşlar da başa düşməlidir ki, əgər onlar daha artıq qazanc əldə eləmək istəyirlərsə, şirkətin qazancı artmalıdır. Şirkətin qazancı artmırsa, sahibkara heç bir ziyan edən, zərərlə işləyən sahibkar əlavə premiya verməyəcək, əlavə maaşını artırmayacaq. Yəni, bu müqavimət məsələsində bunu xüsusilə qeyd eləmək istəyirəm. O ki, qaldı optimallaşdırmaq məsələsinə. Mən, məsəl üçün, bir təcrübəni bölüşmək istəyərdim. Biraz vaxtınızı da alım. Hesab edirəm ki, bunu belə deyək, faydalı olar. Misal üçün, bizim bir biznesdə bir şəbəkə bir biznesi var idi, kafe-restoran şəbəkəsi. Orada bizim kafelerin birində biz belə bir halla rastlaşdıq ki, belə deyək, ças pik vaxtları deyirlər də buna, bu, məsəl üçün, saat 1-in yarısından 3-ün yarısına qədər, axşamda saat 7-dən 9-a qədər müştəri axını çox olur və bizdə oturacaq yerlərin sayı üzr istəyirəm, məhdud olduğuna görə bəzi müştərilər gəlir və baxır, görür ki, yer yoxdur, gözləmir və geri qayıdır. Biz onu özümüzdə qeyd elədik ki, bu bizim üçün itirilmiş müştərilərdir. Bəli. İtirilmiş müştərilərdir və nə edə bilərik? Biz, deməli, həmin şəbəkənin rəhbərliyi ilə oturduq, müzakirə elədik. Dedik, biz nə edə bilərik ki, həmin müştərilərdən az itirək. Yəni, onlara da xidmət göstərək. Yəni, müştəri ayağı ilə gəlib bizim qapımıza, amma biz dedik, yerimiz yoxdur. Əvvəl təbiidir ki, ilk reaksiya ondan ibarət olur ki, ilk məmnuniyyət edəcək. Biz bu müştəriyə deyə bilmədik ki, dur, çıx, get, yeri boşalt, başqa müştəri var, gəlsin, otursun. Mümkünsüzdür, deyilir. Bəli, əlbəttə, deyirəm ki, bəli, bunu biz deyə bilmərik. Amma gəlin prosesə baxaq, gəlin prosesi təhlil edək ki, görək biz nə edə bilərik. Çox müqavimət oldu. Onda mən nə elədim? Deməli, sifariş elədim bir gizli müştəri, gizli alıcı xidmətinə. Deməli, gizli alıcılar təyin elədik. Onlara deməli, tapşırıq verdik və onlar kafeyə gəlib oturandan, sifarişi qəbul edəndən və pulu ödəyənə qədər bütün prosesi xronometraj elədik. Yəni, dəqiqə bə dəqiqə yazdıq. 4-5 müştərinin xronometrajını ümumiləşdirdik, orta rəqəmlər çıxartdıq və məlum oldu ki, bu prosesin içində bizdən asılı olan, yəni vaxtı bizdən asılı olan və bizdən asılı olmayan, müştəridən asılı olan məqamlar var. Və prosesin haradasa 30-35% bizdən asılı olan vaxtlar, 40% bizdən asılı olan vaxtlar. Onda nə elədik? Baxdıq, gördük ki, misal üçün deyək də, bir misal deyim. Müştəri gəlir, oturur, orta hesabla 2 dəqiqə yarımdan sonra müştəriyə menyunu gətirib verir. Təbiidir ki, bu artıq 2 dəqiqə yarım itki, tutalım sizin 140 nəfər oturacaq yeriniz varsa və bu artıq günlərə, illərə vurulanda bu böyük itkidir.
Sonra baxdıq, gördük ki, başqa nə var idi? Bununla bağlı biz qərar qəbul elədik. Biz daha doğrusu əvvəl təklif elədik ki, menyular stolun üstündə qoyulsun. Böyük bir müqavimətlə rastlaşdıq ki, bu mümkün deyil, bu harda görünür, menyu stolun üstündə olmaz, biz özümüzə hörmət edən müəssisəyik. Yəni bunu da onunla biz əsaslandırdıq ki, bəli, restoranlarda menyu mütləq ofisiant tərəfindən gətirilməlidir. Amma kafedə belə bir tələb yox. Kafedə menyular stolun üstündə ola bilər. Və bunu artıq müqavimət də olsa biz şərt şəkildə keçirdik və bundan sonra menyular stolun üstündə olur. Yəni bu 2 dəqiqə yarım orta hesabla itkinin qarşısını aldı. Ondan sonra nəyin şahidi olduq? Sifariş götürüləndən sonra müştəriyə nə vaxt çatdırılır? Bunlar hamısı xronometraj olundu. Təbii ki, mətbəxdə hər hansı yeməklərin hər birinin özünün hazırlanma müddətləri var idi. Onlara da nəzarət elədik. Bəzilərində gördük ki, vaxtından biraz gec gətirirlər. Yəni bu halların da qarşısını almaq üçün tədbirlər gördük. Və ən vacib məqamlardan da biri ondan ibarət oldu ki, deməli görürdük ki, müştəri artıq pulun vermək istəyir, ofisiantı dəvət edir və pulu ödəyəndən sonra ona çeki və qalığını gətirmək müddəti də orta hesabla 3 dəqiqə yarım çəkir. Və təhlil aparanda gördük ki, kassir doğrudan da çatdırmır. Təkdir adam və ona hər bir ofisiantlar gətirib o checkbook dediyimiz pulları qoyurlar onun qarşısına. Və o orada onları qəbul edəndə bir-bir açıb baxmalıdır içinə. Biz orada dedik ki, yaxşı, gəlin belə baxaq da onda məsələyə. Burada elə müştəri var ki, artıq ona deməli ödənişini edib və ona qalıq qaytarılıb, çek də verilib. İndi hal-hazırda onun hansısa bir deyək, çayevoydu, ya nədirsə, onu da checkbookda gətirib qoyurlar. Amma o müştəri artıq gözləmir bizi. Deməli, bu checkbookları biz sonraki mərhələyə saxlaya bilərik ki, kassir vaxtı olanda məşğul olsun. Onun nəticəsində nə elədik? Kassirin qarşısında 3 qap kimi belə yeşik təşkil elədik və ondan sonra böldük o checkbookları. O checkbooklar ki, artıq müştəri ödəniş istəyir. O checkbooklar ki, artıq müştəri ödənişini edib qalıq istəyir. O checkbooklar ki, artıq müştəri ödənişini edib gedir və onun orada çayı boyu qalır. Və onları da prioritet olaraq birinci, ikinci, üçüncüyə böldük və bununla da biz kassirin də müştərinin qalığını gözləmək üçün itirdiyi vaxtı ona da müəyyən dərəcədə qənaət eləmək oldu. Və son nəticədə biz bir müştəridə təqribən orta hesabla xatırladığıma görə 7 dəqiqə yarım, 8 dəqiqə qənaət əldə eləmiş olduq. Yəni o prosesləri Böyük zaman. Bəli, bu təsəvvür edin, ças pik vaxtı 8 dəqiqə və bunu siz həm günorta, həm axşama, həm də günlərə, aylara biz o zaman hesablamışdıq. Təqribən ildə 18-25 min manat arası qənaətə deməli gətirib çıxardırdı son nəticədə. Çox gözəl misaldır və çox aydın şəkildə bizim bugünkü mövzunu təfsir edən bir misaldır. Burada nə gördük? Burada birinci gördük ki, biznes proseslər yazılmalıdır. Bəli. Biznes proseslər aralıq mərhələlərə bölünməlidir. Hər mərhələni düzgün dəyərləndirmək üçün, zaman intervalı ilə məhdudlaşdırmaq üçün, alt məhsul şəxslərin təyin edilməsi üçün, sahiblərin təyin edilməsi üçün. Bunu gördük və belə olduğu halda bunu yaşlaşdırmaq da mümkün. O hər mərhələyə ayrıca bir proses kimi baxırıq. Aralıq mərhələni yekun bir proses kimi baxırıq və onun həm zaman baxımından, həm digər keyfiyyət göstəricilərini aydın şəkildə gördüyümüz halda onu yaxşılaşdıra bilirik. İkinci məsələ də onu gördük ki, sizin bu misalda biznes proseslərin yaxşılaşdırılması, danışdığımız kimi əməkdaşlara həvalə etmək olmaz. Biznes proseslərin yazılması da yalnız onlara həvalə etmək olmaz. Bəli, yalnız onlara həvalə etmək olmaz. Biznes proseslərin yazılması və onların yaxşılaşdırılması rəhbərliyin iradəsi ilə həyata keçirilməlidir. Rəhbərliyin iradəsi yoxdursa, biznes proseslərin keyfiyyəti aşağı düşmə prosesi müşahidə olunacaq, yaxşılaşdırma əvəzinə. Biraz da onu sadələşdirib, özlərini uyğunlaşdırma prosesi həyata keçirmiş olar. Və digər misal da odur ki, buradan nə nəticə çıxartmaq olur?
E, Bəzən sahibkarlar biznes prosesləri əməkdaşların bacarıq və bilikləri üzərində qurur, fərdi keyfiyyətləri. Necə ki, IT mütəxəssis misalını çəkdiniz ki, deyir, mən biznes prosesi yazan deyiləm, mən sadəcə olaraq sərbəst bir rəssamam. Mənim istədiyim bir yaradıcılıq bir fəaliyyətim var. Ona görə də onu biznes proseslərə e, o çərçivəyə sığışdırmaq olmaz. Bu yanlış, kökündən yanlış bir anlayışdır. İstənilən bir peşəni biznes proseslərlə çərçivələmək lazımdır və olur, mümkündür. Və kiçik orta bizneslərdə, bizim özümüzdə də əvvəllər ən çox elə rast gəldiyimiz nöqsanlardan biri odur ki, biz vəzifə təlimatı yox, biznes proseslərdən yox, bir yoldaşı görürük, onun bir fərdi xüsusiyyətlərini görür, işə cəlb edirik. Deyir ki, bundan yaxşı satış meneceri çıxacaq. Bundan yaxşı müştəri münasibətləri çıxacaq. Əslində isə əgər keyfiyyətli iş istəyirsinizsə və onu ölçmək istəyirsinizsə, inkişafını təkmilləşdirmək istəyirsinizsə, siz hansı xüsusiyyətlərə sahib olan satış meneceri lazımdır? Vəzifə təlimatını hazırlamalısınız, vəzifə öhdəlikləri hazırlamalısınız. Bu vəzifə öhdəliyin himayəsində olan, onun icrasında olan biznes prosesləri yazmalısınız. Bu vəzifə təlimatına, bu öhdəliyə, bu biznes proseslərə uyğun insanları axtarmalısınız. Belə Tamamilə olduğu doğru. halda artıq adam qabaqcadan biləcək ki, o şəxs biləcək ki, bəli, məni bu öhdəliklərə və bu biznes prosesləri icra etmək üçün məsul şəxs təyin ediblər. Onda artıq o islahatlar da rahat gedir. Necə ki, siz müqavimətlə rastlaşmısınız. Yeri gəlmişkən, müqavimətlər ən çoxu elə bu səpkidə olur ki, doğrudan da artıq müəyyən bir nəticə verən, sahibkarı qane edən bir əməkdaş olur və o ondan kifayətlənir onun fəaliyyəti ilə. Onu yaxşılaşdırmaq üçün əlbəttə ki, biz gərək ölçə bilək və ona feedbacklər verə bilək. Mövzunun davamında biz inşallah e, indi siz toxundunuz qismən o məsələyə, onu biraz genişləndirək. Addım-ba-addım biznes prosesləri necə tətbiq edə bilərik? Biznes prosesləri necə yazmağı, tətbiqi, korporativ mədəniyyətə çevrilməsini necə həyata keçirə bilərik? Yəni kiçik bir istiqaməti götürməkmi yaxşıdır, yoxsa ümumiyyətlə bütün prosesləri eyni zamanda araşdırmaq lazımdır, ya da pilot versiya olaraq balaca bir istiqaməti götürək. Həm sahibkara bu alışmalıdır, sahibkar özü, həm əməkdaşlara bunu deməli, bu ideyanı, bu məsələni yaymaq lazımdır. Ona görə də bu barədə siz nə fikirləşirsiniz? Yəni necə addım-ba-addım bu işləri görmək olar? Siz öz təcrübənizdə necə edirsiniz? İndi orada fraqmentlər oldu. İndi bir axını, tətbiq axını zəhmət olmasa bizim izləyicilərlə paylaşardınız. Bir onlar bundan necə öz işlərində tətbiq edə bilərlər, məlumat ala bilsinlər bizdən. Ee, Əlbəttə çox vacib məqamdır Emin bəy. Çünki tutalım ki, şirkət müəyyən bir yol qət edib, artıq 3 ildir, 5 ildir bazarda çalışır. 50-yə yaxın tutalım ki, əməkdaşı var və o biznes prosesləri belə deyək, yazıya köçürtmək istəyir və xəritələndirmək istəyir. Burada birdən-birə hər şeyi dəyişmək biznes üçün çox təhlükəli ola bilər. Biznes ona görə də o belə deyək də biznes məsləhətçilər adətən bu məsələlərə cəlb olunur. Yəni o həkimin kredosu nədir? Yəni xəstəyə ziyan verməmək. Əgər sən onu müalicə edə bilmirsənsə, heç olmasa ziyan vermə. İndi bu biznes məsləhətçilərin də kredosu elə olmalıdır əslində. Yəni mən biznesə nədəsə dəstək göstərə bilmirəmsə, yəni bacarığım, məlumatım, təcrübəm yoxdursa, mən imtina edirəm. Əgər yox, mənim hansısa bir görüşüm varsa, mən onu çalışıram elə formada çatdırım ki, yəni müştəri özü bu prosesdə iştirak eləsin və addım-addım geçsin. İlk növbədə qeyd eləmək istəyirəm ki, biznes proseslərin optimallaşdırması, avtomatlaşdırması, xəritələnməsi bunun bir sifarişçisi olmalıdır şirkətdə. Adətən bu sahibkar özü olmalıdır. Bəli, Yəni, bu tamam. sifarişçi sahibkardan gəlmirsə bu proses, altdan yuxarı təklif olunursa və sahibkar onu dəstəkləmirsə, onda onun sifarişçisinin mövqeyi zəif olacaq və həmin sistemi biznesdə tətbiq eləmək çox çətin olacaq. Ona Uğursuz görə olacaq. uğursuz olacaq. Bəli. Ona görə də bu yaxşı olardı ki, top rəhbərlikdən gəlməlidir bu sifariş ki, qərar qəbul olmalıdır ki, bəli, biz bunu istəyirik. Amma
dediyim kimi hər şeyə birdən-birə nail olmaq mümkün deyil. Ən yaxşısı olardı ki, əsas biznes proseslər əvvəl bir qısa formada yazılsın. Mən məsəl üçün belə şirkətlərdə həmişə tövsiyə edirəm ki, biznes proseslərin təsvirini həmin proseslərin sahibləri özləri yazsınlar. Hal-hazırda bugün bunu necə edirlər? Real Nə vəziyyət, edirlər? real vəziyyəti Bəli, bəli. Nə edirsən və necə edirsən? doğru. Onu yazanda çünki misal üçün olub ki, bizdə deyirlər ki, bizdə hamısı saat kimi işləyir. E, ilk növbədə baxırsan ki, bəli, biznesdə hər şey saat kimi işləyir, amma içinə girirsən, 3 dənə menecerlə bir prosesi müzakirə edirsən, sonra məlum olur ki, hər menecer o prosesi özü bildiyi kimi eləyir və özü ayrı öz düşüncələrinə uyğun hərəkət edir. Yəni Sinxron burada bir addımlar yoxdur, sinxron yoxdur. sinxron addımlar yoxdur. Və burada nə təhlükə ola bilir? O biz bayaq siz qeyd elədiniz ki, bir adama bağlılıq. Həmin adam onda bu proseslərin hamısını ancaq o bilir. Bütün biznesi onun üzərində qurulur və o sabahları insandır. Xəstələnə bilər, daha yaxşı təklif ala bilər, rəhbərliyi sahibkarı şantaj edə bilər. Yəni mən gedərəm, mənim maaşımı qaldırmasan, mən gedirəm. Və sahibkar da baxır ki, əgər bu adam getsə, mənim biznesim çökəcək. Yəni mən bu işi necə idarə edəcəm, kimə həvalə edəcəm, bunları bildiyini də deməyəcək, əgər adamla münasibət düzgün qurulmayıbsa. Ona görə də biznes proseslərin təsviri sahibkara imkan verir ki, o bir işlək bir mexanizm əldə eləsin. Ümumiyyətlə, biznesi satanda da sabahları olur da, yəni belə praktikada da var ki, insan bir biznesi qurur, sonra həmin biznesi başqa bir sahibkara satır. Yəni özü çəkilir qırağa. Yəni bu halda biznesi hazır alan sahibkar nəyi əldə edir? Hansısa bir xaotik proseslər, heç kimin əlinin və əlinin beynində olan proseslərdir. Amma yazılı olanda mən artıq doğrudan da biznesin onda bir dəyəri olur ki, onun bütün prosesləri yazılı formada var. Yəni burada əli də olsa, vəli də olsa bu işi həyata keçirtməlidir və bu biznes bu formada avtomatlaşdırılır. Yəni bu nöqteyi nəzərdən, yəni tövsiyəm ondan ibarətdir ki, həm öz işlərini asanlaşdırmaq üçün, həm işçilərdən asılılığı asanlaşdırmaq üçün əvəz olunmuş işçi olmamalıdır əslində. Düzdür, təəssüf ki, bəzən biznesdə elə olur, daha, yəni çox tez-tez olur. Hətta öz bizneslərimizdə də, yəni bizim də bu səhvlərimiz var. Biz də bunu edirik. Ya vaxt çatmır, ya hansısa bir, yəni biznes inkişaf edir, gəlir. Deyirsən ki, bunu bu edeyim, sonra bunu edəyərəm. Başqa prioritetlər var. Hə, prioritetlər dəyişir. Yəni, amma nə qədər tez proseslərin təsviri olarsa, xəritələnməsi, yazılı avtomatlaşdırılması olarsa, bir o qədər biznesin gələcək inkişafına, ola bilər əvvəldə biraz gecikmələr olacaq. Amma sürət yığandan sonra biznesin inkişafı üçün çox gözəl əlverişli mühit olacaq burada. Çox dəyərli burada bir nüans var. Onu da mən yenə də bizim izləyicilər üçün açıqlamaq istəyirəm. Biznes proseslər çox doğru qeyd etdiniz ki, biznesin şəffaflığını təmin edər. Bu eyni zamanda sahibkara əgər bunu satmaq istəyirsə, çox əlverişli və bağlı qiymətə satmaq imkanı verir. Ona ki, hər şey aydındır. Siz demişkən, girişlər və çıxışlar göz qabağındadır və nəyi yaxşılaşdırmaq lazımdır? Hər şey göz qabağıdır. İkinci məsələ, oradan hansı bir çıxarış edə bilirəm. O da ondan ibarətdir ki, əməkdaşdan asılılıq məsələsi. Kiçik orta bizneslərin ən böyük problemlərindən də biri ondan ibarətdir ki, onların vaxtı yoxdur. Fikir versəz, böyük şirkət rəhbərlərinin vaxtı var müəyyən bir işləri görməyə, onlara müraciət edəndə, ünsiyyət quranda görürsünüz ki, vaxt ayıra bilir. Amma kiçik biznesin sahibkarı baxmayaraq ki, o böyük şirkətdən bir 100 dəfə, bəlkə də 1000 dəfə kiçik bir biznesi idarə edir, amma vaxtı yoxdur. Burada da bir life hack var ki, biz nəyi görürük? Görürük ki, əgər biznes proseslər yazılıbsa, məhsul şəxslər təyin edilibsə, sahibkarda təyin olmamış çoxlu sayda məhsul işlər ki var, üzərinə yapışır. Biznes proses yazıldıqca o məsuliyyətlər həmin əməkdaşlar arasında biznes proseslər üzərində bölüşdürülmüş şəkildə həyata keçirilir. Bəli.
Və bizim Tamam. prosesin yazılmasının da ən müsbət tərəflərindən biri budur ki, bu görüşün bir inzayı da ondan ibarətdir ki, siz biz prosesləri yazmaqla üzərinizdə sahibkar olaraq, üzərinizdə izafi, artıq sizə aid olmayan bəzən məsuliyyətləri də düzgün şəkildə bölüşdürürsünüz və sizin ötən görüşlərdə danışdığımız yaradıcılıq, biznes yaradıcılığa ayıracağınız vaxtı təmin edirsiniz ondan da. Çox vacibdir. Üçüncü məsələ daha doğrusu sizin o dediklərinizdən çıxarış edərək onu mən anladım ki biz şantaj eden əməkdaşlar ki var, siz deyirsiniz, bu nəyə görə baş verir? Əməkdaş o halda şantaj edir, o halda ki əvəz olunmaz bir obraz yaradır, bir təəssürat yaradır sahibkar üçün. Əgər onun gördüyü işlər, fəaliyyətlər qeyri-müəyyəndir, aydın deyil, şəffaf deyil, onları necə edir, onun bir mexanizmi kağızın üzərinə köçürülməmişdir. Biznes Bir özü proseslər bilir. məhz bunu həll edir və Evet. siz artıq yenə də əməkdaşa yox, biznes prosesə əsaslanaraq kadr axtarışına çıxırsınız, rekruting işlərinə gedirsiniz və əgər o bu günləri işi tərk etsə, onun üzərində qurulmuş biznes proseslər kağızın üzərində sizdə qalıb və biznes proseslərin dəqiq, şəffaf şəkildə yazılması istənilən bir yeni əməkdaşın çox sürətli adaptasiyasına səbəb olur. Məhz o şantajı da kökü buradadır ki, proses yazılmayıb, qeyri-müəyyən işlər var, öz fəaliyyət var, improvizasiya var və bu fəaliyyətin nəticəsi olaraq biz bu işi qısa müddətdə digərini həvalə edə bilmirik və yaxud ümumiyyətlə edə bilmirik. Və əlbəttə ki, belə olan halda əməkdaşın şantajı da məndən başqa yoxdur. Burada mən Bağdadda Kor Xəlifə deməli artıq fikirləri gəlir alına. Və buradan da biznes proseslərin nə qədər önəmli olmasını bu üç deməli çıxarışda biz dəqiq şəkildə görə bilirik. E, çox maraqlı məsələdir. Əgər kiçik orta bizneslər bu məsələyə diqqət etsələr, sürətli şəkildə deməli onlara aid olmayan, digərləri arasında bölüşdürə biləcək işləri özlərindən uzaqlaşdıra bilərlər və biznesin inkişafı ilə daha ciddi şəkildə məşğul ola bilərlər. Və buradan o nəticəyə gəlmə olur. E, artıq kifayət qədər deməli biz danışdıq, verilişimizin də bir müəyyən vaxtı var. Axırıncı sual verərəm. Düzdür, ona toxunduq qismən biz. Əməkdaşların və yaxud da sahibkarın elə özü də daxil olmağından. Ona görə ki, biz bilirik ki, siz etdiyiniz kimi bu islahatlar, biznes proseslərin yazılması, təsbiti, onların yaxşılaşdırılması sahibkarın təşəbbüsündən irəli gəlməlidir. Əgər sahibkar təşəbbüskarlıq göstərmirsə, bu aşağıdan siz deyən kimi əgər sahibkara deməli bu məsələ qaldırılırsa, ona əgər bu dəstək olmursa, o nəticəsiz qalacaq. Deməli, sahibkarın özünün müqaviməti, əməkdaşların özünün müqaviməti ümumiyyətlə bir neçə misalda hansı səbəbdən baş verir və bunlardan biz qaça bilər, necə bu məsələləri həll edə bilərik? Müqavimətin kökü səbəbindən bir-iki nümunələr çəksəz kifayət edər düşünürəm. Çox sağ olun suala görə. Sahibkarın müqavimətinin əsas səbəbi hesab edirəm birinci tənbəllikdir. Vaxtın olmamağıdır. Eləyərik, vaxt çatar, hələn biz baş balacayıq, hələ işimiz artmayıb kimi əsaslar gətirilərək gələcək sonraki mərhələlərə atılır. Deməli, bu məsələ əməkdaşların da müqavimətinin o bayaq bir səbəbini dedik ki, komfort zonadan çıxmamaq. İkinci səbəbi də qeyd elədik ki, əvəz olunmazlıq prinsipi. Üçüncü səbəbi də mən qeyd edərdim qorxu. Yəni qorxu o mənada ki, mən indi burada işləyirəm, bu işi mən görürəm, ancaq mən bilirəm ki, necə görürəm. Mən dəyərli bir əməkdaşam, amma sabahları mən bunu yazılı şəkildə yazsam, başqa bir adam da götürəcək ki, bu necə olunur? Bu da həmin işi görüb mənim yerimə görə bilər. Yəni məni asanlıqla dəyişə bilərlər. Bu nöqteyi nəzərdən əsas qorxular, əsas o müqavimətin səbəblərini mən belə görürəm. Eyni zamanda da o tövsiyəm nədir? Yəni bizim özümüz üçün də bəzən bu böyük bir mənfi xüsusiyyətdir ki, biz sənədləşməyə, yazmağa meyilli olmuruq. Yəni bir şirkətin bir sənədlər iyerarxiyası var da, belə deyək. Bunun nizamnaməsindən başlayır. Əgər top yuxarıda olan sənəddən
danışırıqsa, yəni bunun strategiyası, strukturu, əsasnaməsi, şöbələrin əsasnaməsi və s. Yəni son sənədi də, yəni piramidanın alt hissəsində olan sənəd də vəzifə təlimatıdır. Bunlar buradan hamısı gəlib sonda mən strukturu necə qurmalıyam, neçə adam işləməlidir və gəlib o vəzifə təlimatında da öz əksini tapmalıdır. Biznes proseslər də bu iyerarxiyada yer alan bir əslində sənətdir. Yəni bunu tətbiq eləmək asan deyil. Məsəl üçün mən olub ki, bir şirkətdə bunu 2 il ərzində, 2 ildən çox vaxt aparıb ki, hər bir prosesi yazmaq, çünki böyük şirkət idi. Eyni zamanda bu müddət ərzində proseslərdə dəyişiklik olurdu və yenidən müzakirələr, yenidən yeniləmələr, biznes proseslərdə dəyişikliklər, optimizasiya. Amma ən yaxşı tövsiyəm sahibkara olardı ki, bu prosesləri komanda şəklində eləsin. Tək özü oturub, yəni ola bilər 5 nəfər işçisi var, 10 nəfər meneceri var. Yəni bunu əlaqəli menecerlərlə bir yerdə eləyərkən, beyin həmləsi vasitəsilə eləyərkən, buna daha yaxşı nəticələr əldə eləmək olar. Çünki o görünməyən tərəflərini biznesin, prosesin içində olmayan adam bəzən görmür. Yəni böyük şirkətlərdə bilirsiniz ki, top rəhbərliklə işçi arasında 2-3 menecerlər var, hansıların ki, məlumatın axınını bu menecerlərdən keçib gəlir rəhbərliyə çatır və bu proseslər düzgün təmin olunmayanda top menecerin sahədə nə baş verdiyindən xəbəri olmur. Və bu eyni zamanda dediyim kimi itkilərin qarşısını alır, oğurluğun qarşısını alır, təhlükələrin qarşısını alır. Yəni ki, əvəz olunmaz adam prinsipi. Çünki mən məsəl üçün görmüşəm ki, biznesdə bir nəfər açar mütəxəssis biznesdən gedib, həmin biznes 3 ay ərzində fəaliyyətini dayandırıb. Çünki onun yerinə gəlməyə adam axtarmaq və s. Yəni bu da bir təhlükədir. Ona görə də hesab edirəm ki, bu mövzu düşündürücü, vacib mövzudur. Ən azından sahibkar heç olmasa, nə bilim, vaxtının bir 5-10%-ni bu məsələyə mütləq ayırmalıdır ki, əks təqdirdə gələcəkdə gözlənilməz risklərlə, problemlərlə üzləşəcək. Tamamilə doğrudur. Tamamilə doğrudur. Sahibkar burada siz vurguladınız. Sahibkarın burada problemləri daha çox üzə çıxır. Kiçik orta bizneslərdə bir egoistik yanaşma var bizneslərinə. Bir mənimdir, məndən başqa heç kəs buna sahib çıxmaz. Mən bunu etməsəm onların heç vecinə deyil. Belə ifadələrdən çox istifadə edirlər. Elə bu əslində özünü aldatma bir yoldur. Sahibkar özü düşünür ki, nəyə görə sahibkar əslində bunu deyərək başqa bir şeyi nəzərdə tutur tamamilə. İndi biz o yolu keçmişik və indi yüzlərlə şirkətlərdə də xidmət də göstəririk. Orada da biz bunları görürük ki, əslində mən biznes prosesləri yazaram, bunları təsbit edərəm, hər şey şəffaf olar. Sonra düşünəcək ki, burada nə var? Öyrədərəm, gedib başqa yerdə bunu tətbiq edər. Bu qorxu həmişə sahibkarı müşahidə edir. Bu qorxudan qaçmaq lazımdır. Rəqabətdə olmaq istəyirsinizsə, onsuz da bunu kopyalayacaqlar, köçürəcəklər, təkrarlayacaqlar. Amma siz sistem qura bilərsiniz. O sistemi, məsəl üçün, sistemli yanaşmanı o edə bilməz, orada uzar sizə. Sahibkarda belə bir egoistik düşüncə var və istəyir ki, həmişə biznes proseslər yazılsa artıq ona sual verilməyəcək. Bəzi sahibkarlar kiçik orta bizneslərdə ələ xüsusda ki, onunla yaşayırlar ilkin mənim. Kağıza yazsam, oradan baxarlar, standartla gedəcəklər, mənə sual verməzlər. Bəzi sahibkarlar mənə sual versinlər, məndən soruşsunlar, mən onu təsdiqləyim, mən ona okeyim verim, mən onun icazəsini verim. Bizneslərində bu halla yaşayırlar. Bu halı əgər tərk etməsələr, onlar böyüyə bilməyəcəklər. Bir sahibkarın bununla bağlı bir sözü var. Mən həmişə xatırlayıram onu. Yəni o deyir ki, əgər siz bütün proseslər, biznes proseslər sizinlə bağlıdırsa sahibkar kimi, siz o biznesin sahibi deyilsiniz. Siz o biznesin işçisiniz. Bəli, öz iş yeri açmısınız. İş yeri açmısınız özünüzə. Özünüzə iş yeri açmısınız. Sadəcə olaraq özünüzə komfort hiss edirsiniz ki, özümə nə qədər istəsəm maaş verə bilərəm. Bəli. Hər bundadır. Amma sahibkar odur ki, sən olmasan da prosesin içində.
O proses işləməlidir. O Bu, biznes işləməlidir. bu O zaman sən özünə sahibkar deyə çox bilərsən. maraqlı yerə toxundunuz ki, yəni bizim sahibkarlarda ümumiyyətlə elə biz özümüz daxil olmaqla varisli, məndən sonra bir şey qalacaq kimi bir düşüncə çox azdır. Əksəriyyətində Bəli, 90%-ində elədir. Ki mən sistem qurmalıyam, bu yaşamalıdır mənsiz. bəli, Və bizim bəli. bizneslərin də əksəriyyəti fikir versəz, kiçik orta bizneslərdən söhbət gedir. Bizneslərin ömrü sahibkarların ömründən çox olmur. Sahibkarın ömrü Amin. nə qədərsə, fəaliyyəti nə qədərsə bir o qədər olur. O baxımdan da bu stereotiplərdən azad olmaq üçün, yəni qorxunu dərk etmək üçün sahibkar bir sual verməlidir özünə. Əgər deyirsə, mən bunu yazacağam, yoldaş öyrənəcək, əməkdaş gedəcəksə, buna belə baxa bilirsənsə, indi bunun əksinə də bax da. Sən olmasan sabah bir qəza baş versə, Allah eləməmiş, bir proses, bir problem olsa, sənin biznesin sağ qalarmı? Hansı daha təhlükəlidir? Sənin olmadığın halda biznesin dağılması, yoxsa bir əməkdaşın olmaması? Axı sən yenə də varsan, yenə də nəyisə düzə bilərsən. Bax, mən olmasam sözünü əgər sahibkar özünə versə, mütləq şəkildə sahibkar biznes proseslərinin avtomatlaşdırılmasına cəhd göstərər. Artıq o haqda çox ciddi düşünəcək. Tamamilə doğrudur və mən də burada bir şeyi xatırladım. Biz təlim mərkəzi açmışdıq biznesdə və intensiv işçilərimizi təlimləndirirdik. Və bizə başqa bir partnyor sual verir ki, mənim siz qorxmursunuz ki, bu işçilərə hər şeyi belə öyrədirsiniz. Onlar da öyrənir, sertifikat alır, sonra sizdən çox maaş istəyəcək ya da gedəcək Rəqib başqalarında şirkətlər. işləyəcək, rəqib şirkətdə işləyəcək. Hı. Və siz ondan qorxmursunuz. Biz deyirdik ki, yəni bizim fikrimiz ondan ibarət idi ki, yox, biz ondan qorxmuruq. Biz ondan qorxuruq ki, biz ona heç nə öyrətməyəcəyik, o qalıb bizdə işləməkdə davam edəcək. Bu bizim Sabah. üçün daha böyük risk, daha böyük risk hesab edirəm. Və biz onu öyrətməyəcək, o savadsız bizdə qalıb işləyəcək. Bəli, bəli. Savadsız bizim komanda olacaq. Əlbəttə ki, məsələyə bu tərəfdən baxanda hər şey aydın olur. Ona görə sahibkar da özü də baxmalıdır ki, yəni bu aydınlıq, bu şəffaflıq, bu biznes proseslərinin təsbiti, məsul şəxslərin təyini, hər şeyin orada göstərilməsi və eyni zamanda zamanla bunun yaxşılaşdırılması sahibkarın biznesini miqyaslandırmaq üçün, biznesini böyütmək üçün, yeni biznes istiqamətlərin açılması üçün əsas şərtlərdən biridir. Bu əgər varsa sahibkar o nöqtəsini, satış nöqtəsində otururlar da bəzi sahibkarlar. Bəli, Satış nöqtəsini, bir satış nöqtəsini tərk edib çoxlu sayda satış nöqtələrin istiqamətləri əgər qurmaq, yaratmaq istəyirsinizsə, mütləq şəkildə biznes proseslər yazınız, onlara məsul şəxslər təyin ediniz, onlara KPI-lar təyin ediniz, onları ölçə bilərsiniz. Ölçə bildiyi şeyi yaxşılaşdırırsınız. Yaxşılaşdıran şey də mütləq şəkildə zamanla uyğunlaşıb yüksək nəticə verir. Mən istərdim ki, elə bu notlarda bu ifadələrlə, bu tövsiyələrlə görüşümüzü bitirək və ümid edirik ki, həmişəki kimi bizi dinləyən, izləyən sahibkarlar, kiçik orta biznes sahibləri, startaplar bizim verdiyimiz tövsiyələrdən düzgün və səmərəli istifadə edəcəklər və əmin ola bilərlər ki, bütün dünyaca məşhur sahibkarlar bu yolu keçiblər, bunu ediblər və onların uğurların, nəticələrin əsası məhz biznes proseslərin düzgün yazılması, tətbiqi və yaxşılaşdırılmasından keçib. Sizləri də istədik ki, o sahibkarların sırasına, o cərgəyə daxil olarsınız. O ümidlə biz bugünkü görüşümüzü bitiririk. İlkin müəllim, sizə təşəkkür edirəm. Öz dəyərli təcrübənizdən bölüşdünüz. Əgər hər hansı bir biznes proseslərin yazılması, tətbiqi ilə bağlı sual olsa, İlkin müəllim xidmətinizdədir. Müraciət edə bilərsiniz və biz məmnuniyyətlə sizə dəstək olmağa çalışacağıq. mən də sizə təşəkkür edirəm bu təşəbbüsə görə, bu vacib mövzunu qaldırdığınıza görə və ümid edirəm ki, hansısa bir faydalı məlumatları bölüşə bildik və tövsiyəm də ondan ibarətdir ki, mütləq avtomatlaşdırma üçün, yəni BPM dediyimiz biznes proseslərin idarə olunması və BPMN dediyimiz onların xəritələndirilməsi, onların avtomatlaşdırılması nöqteyi nəzərindən sahibkarlar internetdə kifayət qədər böyük resurslar tapa bilərlər və əl çatan resurslardan biri də elə Prospect ERP proqramıdır ki, ondan da istifadə edərək öz belə deyək, biznes proseslərini
avtomatlaşdıraraq daha yaxşı nəticələr əldə etməyə imkanı qazansınlar. Teşekkür ederim. Mənim tövsiyəm budur. Hamısına uğurlar arzulayıram bu Çok sağ olun. işdə. Gelen görüşe kadar inşallah yeni maraqlı mövzularla karşınızda olacak. Sağ olun. Sağ olun, sağ olun.